necə bilərəm ki, məndə polip varmı, yoxsa yox? Çox zaman poliplər heç bir simptom vermir. Əgər bu polip mədə və bağırsaqda olarsa, kiçik ölçülü olarsa, üzəri eroziv və hər hansı bir deformasiyası olmazsa, heç bir şikayəti olmaz. Lakin bəzən olur ki, biz unutmayaq ki, bizim öd kisəmizdə biz həzm orqanlarından biridir və öd kisəsində polip olarsa, biz öd durğunluğundan, köp şikayətindən, ağızda acılıq və s. kimi şikayətlər biləriksə, bu polipin bir əlaməti ola bilər. Lakin dediyim kimi, polipin çox zaman şikayət vermədiyi aşikardır. Ona görə biz bilməyimiz üçün periodik olaraq gastroenteroloq müayinəsində və endoskopik müayinələrdən keçməyimiz tövsiyə olunur. Lakin bunu da nəzərdə almaq lazımdır ki, bəzən olur ki, poliplərin qan azlığı, ki qan azlığının da şikayəti xəstə necə hiss edir? Baş gicəllənmə, halsızlıq, iş qabiliyyətinin aşağı düşməsi kimi və yaxud da bağırsaqda olarsa qəbizlik və yenə buna bağlı bəzi şikayətlər ortaya çıxa bilər. Ona görə də çox zaman biz polipin heç bir varlığından xəbərdar olmaya bilərik. Bunun üçün də mütləq şəkildə qeyd etdiyim kimi periodik kontrollardan keçməliyik.